İlkən müayinə can qurtarır layihəsi haqqında söhbətimiz var. Tibbdə ilkən müayinə və müdaxilə, bunun əhəmiyyəti, ümumiyyətlə layihənin əhəmiyyətindən söhbət açmaq üçün qonaqlar dəvət eləmişik. Layihə rəhbəri Şəbnəm xanım Həsənova buradadır. Şəbnəm xanım, salamlayırıq sizi. Xoş gəlmişsiniz və endokrinoloq Fərhad Burcu. Xoş gəlmişsiniz. Necə gəldiniz? Yaxşı gəldik. Biz alqışlayırıq bütün qonaqlarımızı. Hansı tərəfdən gəlirdiniz? Mən Keşlidən gəldim. Çox da bir tıxac yox idi. Sadəcə su ilə yollarda olmuşdu. Nə yaxşı. Mən isə adi günlərdə belə tıxac olan bir ərazi, Xırdalan ərazisindən gəlirdim. Demək olar ki, Çin səddini aşıb gəlmişəm zülmdən. Amma xoşdur, olduqca xoşdur sizin verilişinizdə səhər-səhər sağlamlıqdan xüsusən də danışmaq. Təşəkkür edirik bizə vaxt ayırdınız. Biz də istəyirik sizinlə həmrəngi olaq, həmahəngi olaq. Necə ki, həmfikir olacaq. Döyüş nişanlarınız var. Bu yəqin ki, açıqlamasını özü verəcəksiniz və bizə də gətirir. Geyimlərimizə də tam uyğun deyil bugün. Doktorunuz desə daha yaxşı olar. Buyurun, həkim. Əslində, bütün dünyada diabet vacib olan bir nüansdır. Hansı ki, bir çox xəstəliklərin, onkoloji, kardioloji xəstəliklərdən tutmuş bir çox xəstəliklərin əsasında şəkərli diabet durur. Və şəkərli diabet özlüyündə əslində cəmiyyətin letallıq verə biləcəyi, bilavasitə cəmiyyətin, insanların əsas ölüm faktoru olan infarkt və ürək çaşmazlığı, kardiovaskular çaşmazlıqlara səbəb olacaq ən əsas hərəkət verici bir ön xəstəlikdir. Şəkərli diabet. Şəkərli diabet. Bundan sonrasında artıq digər patologiyalar başlayır və düşünülür ki, dünya ölkələrində, ümumiyyətlə yer kürəsinin əhalisinin 10-11% diabetlidir. Bu rəsmi və qeyri-rəsmi ilə əlaqədar və 10 milyonluq bir ölkəmizdə də, yəni biz xalq olaraq biz də çox şirniyyat istifadə edən, karbohidrat istifadə edən bir xalqıq. Rəsmi rəqəmlərimiz bizdə də onu deməsə, amma hesab olunur ki, yəni biz də yəqin ki, bu turniketdə dırnaq içində geridə qalmırıq. Təbii ki, insanların diabetə fokuslanmasını, xüsusilə bilirsiniz, Azərbaycan tək Bakıdan ibarət deyil. Əslində bizim bu proyekt sırf onunla əlaqədardır ki, bölgələrdə diabetli insanlara, insanların diaqnostikasına yönəlmiş bir hərəkat başlansın. Təbii ki, Olmedianın dəstəyi ilə və sponsorlarımızın dəstəyi ilə biz bölgələrə səfər eləməyə başladıq. 6 rayon və əslində növbəti olaraq rayonları da bölgələrimizə də səfər edəcəyik. Ən ucqar rayonlarımızda, kəndlərimizdə diabet diaqnozu qoyulması gərəkən bütün insanları ziyarət edib, onların erkən diaqnostikasını həyata keçirmək. Bilirsiniz, söhbət tək erkən diaqnostikadan getmir. Yəni, açıqcası biz bilirik ki, hətta bəzi bizim, xüsusilə ucqar rayonlarda endokrinoloq çaşmazlığı da var. Bu, bəzi hallarda əslində bizim getdiyimiz rayonlarda erkən diaqnostikadan da söhbət getmir. Yəni, müalicəvi tədbirlərdən söhbət gedir. Yəni, biz bir neçə həkim dostlarla bərabər o rayonlara, bölgələrə səfər edib düşünürük ki, gələcəkdə bu davamlı olacaq. Hətta ən ucqar rayonlara getməyə planlayırıq, kəndlərə getməyə planlayırıq ki, insanlar öz diabetli olduqlarını və ya o simptomatikaların içində hansı şikayətlərin diabetə götürdüyünü bilməli, onları maarifləndirməli və sağlamlıqlarına daha həssas yanaşmalarını təmin etməkdir. Aydındır. Şəbnəm xanım, biraz bizə bir giriş olaraq həm də öncə layihənin həm coğrafiyası, həm də mahiyyəti haqqında məlumat verin. Hansı rayonlarda olmuşsunuz və yaxud da bundan sonra haralarda olacağı planlaşdırılır və bu layihə çərçivəsində daha başqa hansı addımlar icra olunur? Məmnuniyyətlə məlumat verirəm. Qeyd edeyim ki, xoşbəxtlikdən televiziya təcrübəmin müəyyən hissəsi tibbi sahə ilə bağlı olduğu üçün və bunun məntiqi ardıcılığı olaraq çox qürurla qeyd etmək istəyirəm ki, ölkəmizin çox önəmli bir qurumu ilə bərabər bir yola çıxdıq. Fərqindəlik layihəsini başladıq. Səhiyyə Nazirliyi bizə böyük bir dəstək olub bu işdə. Fərqindəlik layihəsi əslində insanlara sağlamlığının fərqində olmağını aşılayır. Erkən müayinə can qurtarır şüarı aksiyası altında biz yola çıxmışıq və bu aksiyanın həm insanlarla bərabər iş prinsiplərindən başqa, hansı ki az öncə doktor qeyd etdi, ölkəmizin 6 rayonu, xatırlamağa çalışacağım, Göyçay, Sabirabad, Masallı, Mingəçevir, Xaçmaz, Zakatala. Artıq olmuşsunuz bunlarda? Bəli. Bu 6 rayonda səyyar müayinələrimiz həyata keçib. Növbəti səyyar müayinəmiz inşallah Gəncə şəhərində, ölkəmizin ikinci ən
böyük şəhər olan Gəncə şəhərində keçiriləcək və son olaraq istəyirik ki, əslində son demək istəmirik, bir planlama əsasında, hesabat əsasında son deyirik, davam etmək istəyirik. Çünki çox böyük bir tələbat var. Dağlıq Qarabağda işğaldan azad olmuş, torpaqlarımızda təyin olunmuş rayonların birində bu müayinələri həyata keçirdəcəyik. Məqsəd, yenə də qeyd edirəm, həqiqətən də bəlkə də mən özüm də bu layihədə olmasam, erkən müayinənin nə qədər əhəmiyyətli olduğunu bu qədər anlamazdım ki, biz səyyar müayinələrimizdə bunu belə həqiqətən ürpədici şəkildə şahid oluruq. Bir halda ki, səyyar müayinələrdə dəfələrlə 65-i, 75-i yaşı keçmiş insanlar qarşımıza çıxır ki, görüntülərdə gördük. İlk dəfə diabet müayinəsindən keçir bu insan. O yaşda. Bəli, yaşlı nəsil, orta və yaşlı nəsil nümayəndələrinin daha çox olduğunu gördük, amma ilk dəfə o yaşda. Bəli, sizi inandırım ki, doktor da yəni mənim sözümü təsdiqləyər ki, yəni ilk dəfə diabet müayinəsindən keçib və bu insan artıq diabetin ağırlaşma bir mərhələsindədir və bircə dəfə də olsun bu simptomları özündə görüb, həkimə müraciət etməyib və mən sizə qeyd edeyim ki, diabet analizləri, diabet müayinələri olduqca əlçatan və münasib qiymətədir. Amma bu layihə çərçivəsində pulsuzdur bütün xidmətlər. Bu layihə çərçivəsində şübhəsiz pulsuzdur, bəli, ödənişsiz müayinələr və doktorumuz qeyd etsə daha yaxşı olar. Biz layihə çərçivəsində öz şəxsi hesabımıza ehtiyacı olan insanlara və yerində diabeti aşkarlanan insanlara şəkər ölçmə cihazı hədiyyə edirik. Bu, bəlkə də diabet xəstəsinə ən zəruri, ən lazım olan cihazdır ki, onun bir növ həyatı, sağlamlığı, şəkərinin ölçülmə dərəcəsi həmin aparatdan asılıdır. Və bundan da başqa mən çox istərdim ki, doktorumuz danışsın. Çünki bu layihənin əhəmiyyəti olduqca bizim cəmiyyətdə xəstəliyin, diabet xəstəliyinin bəlkə də azalmasına təkən verəcək. Mən istərdim ki, masada bizim həm də PR hissəmiz olan... Bu kitabçanı mən bayaqdan vərəq verirəm Şəbnəm xanım. Nə qədər çox sadə dillə insana bu mesajı ötürə bilmişsiniz ki, kaş ki hamı da olsun bu broşurdan və bu kitabçadan ki, yəni nə qədər əslində biz fikir vermədiyimiz, amma sağlamlığımız üçün, həyatımız üçün önəmli məqamlar var. Çox doğru mesajlar. Biz bu məsələdə də doktora dərin təşəkkürümüzü bildiririk. Yəni bütün bu belə deyək də ssenaridən tutmuş, bütün bu məlumatların hər birisinin tibbi protokollar əsasında tərtib olunmasında Fərhad doktor, ümumiyyətlə Fərhad doktor bu layihənin ilk günündən gecə-gündüz, təmənnasız, heç bir mənfəət güdmədən, hətta mən buradan bəlkə də özünə xoş gəlməyəcək, ailə üzvlərini belə bu layihəyə təmənnasız cəlb edən bir doktorumuzdur. Yaxşı ki, varsınız doktor. Fəxr edirik sizin timsalınızda. Bizim layihəmizdə olan Kəmalə doktor, Nuraynə doktor, Vüsalə doktor, Xalidə doktor, Xanım doktor, adlarını, Röya doktor, adlarını bəlkə də çəkmədiyim, həqiqətən istirahətini, ailəsini, ondan sonra həftə sonu istirahətini xüsusən də qoyub. Ağ xalatlı qəhrəmanlar demirik ki. Sözün əsl mənasında. Şəbnəm xanım, üzr istəyirəm. Tibbin daha hansı sahələrində müayinələr aparılır yerlərdə? Yəni, şəkərli diabetin diaqnozu ilə savayı daha başqa hansı yoxlamalar aparılır? İnşallah bu layihə olduqca əhəmiyyətli bir layihədir və biz bu layihənin artıq geri dönüşünü, bəhrəsini görürük. Layihəmiz diabetlə başladı. Diabet üçün ayrılan sürə çox təəssüf ki deməyim, inşallah ki biz davam etmək iddiasındayıq və israrlıyıq. Aprel ayının sonu yekunlaşır. Biz xərçənglə mübarizəyə keçəcəyik. Çünki xərçəng də az öncə doktorumuz qeyd etdi. 3 əsas, nəinki Azərbaycanda, bütün dünyada 3 əsas xəstəlik, diabet, kardiologiya və xərçəng. 3 xəstəliklə mübarizə layihəsidir bu və işimizin nəticələri, işimizin effektivliyi və bu yolda həqiqətən sidq ürəkdən bütün komanda olaraq çalışdığımız üçün əminəm ki, layihəmiz davam edəcək və biz xərçənglə də bağlı, həm də xərçənglə paralel, diabetlə bağlı yolumuzu davam etdirmək istəyirik. Əslində bilirsiniz,
cəmiyyətimizin bu proyektin ən əsas, layihənin ən əsas xüsusiyyəti ondan ibarətdir ki, qeyd etdiyim az öncə, yəni dünyada diabetlər, yəni insan, sağlam insana nisbət faizi 10%-dir. Yəni diabetlər hər yerdədirlər. Onlar ətrafımızdadırlar, onlar məktəbdədirlər, onlar universitetdədirlər. Hətta burada belə bir fakt qeyd olunub ki, dünyada 10 dəqiqədən bir 100 nəfərdən çox insanda diabet aşkarlanır. Dəhşət bir rəqəmdir. 10 dəqiqədən bir. Ölkəmizdə diabet utanc bir şeyi olmaqda davam eləyir. İnsanlar diabetli olduqlarını gizlədirlər, şəkər olduqlarını gizlədirlər, insulin inyeksiyaları eləməklərini gizlədirlər və bunu əslində layihənin ən əsas ideyası ondan ibarətdir ki, ətrafdakı insanların, cəmiyyətin diabetlilərə qarşı olan həssasiyyəti, diqqəti, səmimiyyəti daha çox olsun və insanlar, diabetlik əslində bir həyat tərzidir, bir xəstəlik olaraq qəbahət və yaxud utanılası bir şey deyil axı. Təbii ki, insanların, yəni bir anlıq düşünün, məsələn, biz bu gün ərzində Bakının mərkəzində belə bir restorana geçsək və ya hər hansı bir mola və ya harasa geçsək, orada bir diabetli menyu əldə etməyimiz çox azdır. Və bir hansı bir yerdə bir insanın özünə... Üzr istəyirəm, pəhrizli menyulara rast gəlirik, bu diabetli menyu demək deyil, hə? Yəni, pəhrizli menyu diabetlə eyni deyil, təbii ki. Amma ən azından yaxındır. Ən azından. Amma yenə də, yəni, pəhrizli menyunu belə hər yerdə əldə etmək asan deyil. Hətta insulin inyeksiyası eləyən bir insanı görsək, yəni ona insanların o reaksiyaları başqa cür olur. Amma bu belə olmaması lazımdır. Çünki diabetlilər də bizimlə rahat yaşamalıdırlar, insulinlərini vurmalıdırlar, dietik. Yəni biz hansı bir əlçatan olmalıdır. Bir qida və ya əyləncə mərkəzində bir necə deyim, qara çörək və ya dietik bir nəysə bir şey istəmə imkanımız var. Çox az. Xüsusilə bölgələrdə. Hansı yaşda daha çox rast gəlinir? Müşahidələr nə deyir? Əslində iki cür diabet var. Tip 1 və tip 2 diabet. Tip 1 diabet insulindən asılı olan formadır və insulindən asılı olanlar gənclərdədir daha çox. Onlar məktəblərdədir. Onlar uşaqlardır. Hansı ki, onların insulin təminatı, onların gündəlik insulin inyeksiyaları, şəkər təqibləri, hansı ki, gün ərzində fərqli vaxtlarda şəkər təqibləri olunmalıdır. Bilirsiniz, həkimlik sadəcə xəstə baxmaq və pul qazanmaq deyil. Həkimlik xəstəliklərin profilaktikasıdır. Biz həkimlər cəmiyyətin sağlamlıq yükünü öz çinimizdə daşımasaq, bizim üçün daha pisdir əslində. Daha ağır xəstələr gəlmiş olacaq və daha ağır xəstələr üçün dövlətimiz də daha çox pul xərcləməli və onları vəziyyətdən çıxartmaq da daha çətin olacaq. İşin profilaktikası varkən, niyə də daha da ağırlaşdıraq? O zaman layihəyə necə təşviq edək ki, insanlar? Çox üzr istəyirəm. Bu sualın cavabını sən alırsan bizim dəyərli qonaqlarımızdan. Belə eləyək, efirimizin bitməsinə 1-2 dəqiqə qalıb da. Biz bugün 3 saat ərzində özümüz, yəni cismən studiyada olsaq da, amma çatdırdığımız xəbərlərin əsas bir hissəsi mövcud vəziyyətlə bağlıydı, ölkədəki yaşanan vəziyyətlə bağlıydı. İctimai televiziyanın yerləşdiyi ərazi də, yəni Yasamal şəhərin həm də ən soyuq, ən küləkli hissələrindən biridir. Mən təklif eləyirəm ki, sən cavabı al, mən də yavaş-yavaş çıxım bir baxım çöldə vəziyyət necədir. Hətta cəhd eləyəcəm, ola bilsin ki, sənə bağlantı ilə qoşulum, bərabər sağlaşarıq. Sizə təşəkkür eləyirəm. Çox sağ olun. Çıxanda çöldə mən sizi şəxsən özüm yola salacağım. Çöldə görüşərik, yaşı. Geçən oğullar ehtiyatlı olur. Buyur, sualın cavabını al həkimlərdən. Yəni, bütün düşüncələr, bütün hədəflər ondan ibarətdir ki, biz insanlarımıza, insanlar bəzən bizi bölgələrdə qarşılayırlar, onlar gözləmirlər bizi ki, biz onlara gələcəyik, biz onlarla üzbəüz olacağıq, biz hər şey, yəni qarşılıqsız yüzlərlə, bəlkə də artıq mini keçib, bəlkə də biz şəkər ölçən cihazlar insanlara hədiyyə etdik və onların yerli müayinəsini təşkil etdik. Hətta şəkər baxmışkən diabetlə yanaşı qalxanvari vəz xəstəlikləri təzyiqini araşdırdıq. Hətta yerli olan kliniklarda kardioqrammalar, ondan sonra eyni zamanda dermatoloji müayinələri təşkil etdik. Kaş ki, əslində mənim həkim olaraq arzum ondan ibarətdir ki, kaş ki bizim dəstəkçilərimiz, sponsorlarımız birə imkan yaratsa, biz çox profilli olaraq bölgələrə getsək. Kaş ki, ən ucqar rayonlara, Balakənə getsək, Kəlbəcərə getsək, işğal olmuş rayonlarımız vardı, hansı ki, onlar hal-hazırda azad olubdur. Orada özəl xəstəxanalar yoxdur, amma orada da insanlar yaşayır. Onlara da bir getsək, orada da endokrinoloji xidmət necədir bilmirəm. Təbii ki, onların o xidmətində də durmaq biz həkimlər üçün, yəni hər hansı bir şey qarşılıqsız belə qürur mənbəyidir. Çünki həkimlik bir xidmət sahəsidir.